Təbii ki, dəstəkləyirlər və beləliklə görüş başladı. Startı səslənir. Turan Tovuz, Karvan Yevlax maçı başladı. Toplaşıb Turan Tovuz futbolçuları rəqibin cərmə meydançasında. Ötürmə gəldi. Cərmə meydançasına zərbə olacaqmı? Çıxardılar topu. Rəhim Sadıxov geri qaytarır. Oyundan kənar vəziyyət var ya, yoxsa ora biləcəyik. Hələ ki davam deyir hakim. Burada penalti qərarı. Yox, oyundan kənar vəziyyət. Serrano penaltinin yararlanı bax budur. Bax bu epizod. Daha sonra top geri qayıtdı. Arıncı Ayxana ötürmə getdi. Bax bu epizoda görə hakim vara baxacaq hakim. Hansı epizoddan söhbət gedir? Bəlkə daha əvvəlki bir məqam var idi. Bax bu epizodda Emin Rüstəmov top ələ dəymişdi. Top onun əli... bax. Oyundan kənar vəziyyətdən qabaqdır bir epizod. Bəli, bax bu epizodda indi söhbət gedir. Hava mübarizəsində Turan Tovuzun hücumu zamanı Karvan Yevlaxın 5 nömrəli oyuncusu Emin Rüstəmovun top əlinə dəyib və bax bu epizodun penalti olub-olmaması ilə bağlı bax hazırda. Epizod incələnir. Bundan sonra top Ayxan Hüseynova getdi. Bəli, epizod bununla bağlıdır. Çünki gözümüzdən qaçan epizod bax bu imiş. Bəli. Yəni oyundan kənar vəziyyət qeydə alınmazdan əvvəlki epizod hazırda incələnir. Və Vüqar Həsənli də məhz bunu indi müəyyənləşdirir. Penalti var ya yox. Qərar. Hamını intizarda saxlayır. Vüqar Həsənli. Qərar penaltidir. Oyundan kənar vəziyyətdən əvvəlki məqamda Serrano qapıya zərbə endirir və qapçı topu saxlaya bilmədi. Toxunuş var amma bu qolun qarşısını almaq üçün yetərli değildi. Serrano penaltiden fərqlənir 15-ci dəqiqə. Karvan Yevlaxın qapısına penalti təyin olundu və 8-ci penaltidə qolla nəticələndi. Bir daha izləyirik. Pedro Mateus. Ötürmə. Başla zərbə, top tirdən qayıtdı. Olmadı. Faiqin zərbəsi. Baxırıq bir daha epizodun təkrarına. Bu bir zərbə dirəkdən, tirdən geri qayıdan top. 2 dəfə tiri nişan aldılar. Bax budur. 1, 2, hər ikisi demək olar ki eyni nöqtəyə dəydi. Hər iki halda. Emir Rüstəm topu elə vurdu. Burada bir boşluq var. Qapıya zərbə endirilir. Qapçı yaxşı oynadı. Ayxanın zərbəsi yaxşı idi amma Pedro Mateus'un seyvində qeyd edək. Görüşdə bir də baxırıq Serrano'nun ötürməsi və Ayxan topu sinəsi ilə qəbul etdi. Əlada zərbə endirmişdi. Və Pedro Mateus da eyni gözəlliklə Olabe. Barker'in müdaxiləsi var. Yenə Olabe. Geri Ayxan. Gizlətdi topu. Cinahla oynuyor. Silva. Qapı qarşı gələn top. Yine Barker. Daxil edir. Faik Hacıyevin zərbəsi qeyri dəqiq. Geri qaydan top. Olabe. Ters vuruş alındı. Hücum devam edir ama bu epizodda əlverişli bir şansı qaçırır Roderick Miller. Təçisi bax bu şansdan istifadə edə bilmədi. Baxırıq. Bəli, oyundan kənar vəziyyət yox idi. Hesabı artırmaq üçün əla bir imkan var idi amma Roderick Miller bu... Emir Rüstəmov mane ola bilmədi rəqibə. Vaci irəliyir. Vaci qarşı bir boşluq var.
Jorge Silva dəstəyə gəldi. Vacidən zərbə. Qeyri dəqiqdir. Cərmə meydançasına daxil oldu, zərbə endirdi amma. Onun köməkçisi Pərvin Talibov, hakim inspektor Orxan Məmmədov, dafa nümayəndəsi isə Məmmədəli Məmmədovdur. Vaci topladı. Emir Rüstəmov qarşısında. Vacinin ötürmə Rəhim Sadıqova. Rəhim ara ötürməsi. Vaci qapçı. Qapı qarşısından gələn ötürmə. Emin geri qaytarır. Olabe. Onun zərbəsi. Toxunuş var. Bir daha baxaq. Epizodun təkrarına budur. Olabe'nin endirdiyi zərbənin təkrarı və top qapı dirəyinə dəyərək meydandan çıxır. Ondan əvvəl isə Karvan Yevlax oyuncusuna toxunuş var idi. Və cərimə zərbəsini Samir Abdullayev yerinə yetirəcək. Birbaşa qapıya zərbə idi bu. Hiləgər bir zərbə idi Samir Abdullayevdən. Az əvvəlki epizodun təkrarını bir daha izləyək. Bax, bu epizodda Samir Abdullayevin zərbəsi təhlükəli alındı. Cərimə zərbəsindən topu birbaşa qapıya göndərməyə çalışdı. Sadıqov. Və bu da final fiti. Vüqar Əsənli final fiti səsləndirir.